Salam dəyərli 12 bürc. Mən bugün Yupiter haqqında danışacağım. Yupiter ayın 10-undan gəlib həyatımıza, iyun ayının 10-undan və bu günəşli bir planetdir ümumiyyətcə. Günəşli, güclü bir planetdir, çox güclü planetdir. Ümumiyyətcə bunun 180 dərəcə bunun bol enerjisi var, 180 dərəcə bunun günəş kimi bir enerjisi var. Təkcə dağıdıcı mənada deyil bu, günəşin bir enerjisi var və 12 ildən bir gəlir həyatımıza. İndi kimlər 80 il yaşayırsa daha doğrusu, onların üçün artıq bu 6-cı, 5-ci, 6-cı dəfədə həyatlarına gəlir. İl boyu bizə öz hədiyyələrini verir. Yupiter ümumiyyətcə yaxşı nədirsə onu həyatımıza gətirir. Yupiter ümumiyyətcə 2013-2014-cü illərdə sonuncu dəfə həyatımıza gələndə xatırlaya bilərsiniz nələr olmuşdu. Onun eynisi də yox, ona oxşarı olacaq həyatımızda. Ümumiyyətcə Yupiter yeni övladdır, çoxdan gözlənilən övladdır. Bəziləri çoxdan da övlad gözləyir, bəziləri evlənir, onlar üçün övlad hədiyyəsi və ümumiyyətcə bəziləri üçün yeni ev almaqdır, yeni maşın, istədikləri bir şeyə çatmaqdır, istədikləri bir arzuya. Kimisə uzun illərdə evləri yoxdur, onlar üçün evdir, torpaqdır, məkandır ümumiyyətcə. Burada həm də belə bir məsələ var ki, lotereya uduşları və yaxud da ki, kiminsə məhkəməsi olarsa belə, hətta boşanma məhkəməsi olarsa belə öz xeyirlərinə olar. Kimlər ki, məhkəmə açarlarsa kiməsə, hətta boşanmada belə xeyirli tərəf o adam olar. Yupiter ümumiyyətcə və Yupiter xərçəng bürclərində günəşlə birləşir. Bu da çox böyük, gözəl göstəricidir xərçənglər üçün, əqrəblər üçün, ümumiyyətcə balıq bürcləri üçün. Bütün bürclərə müsbət tərəfi var, amma bu əsas bu xərçəngdir, əqrəblərdir və balıq bürcləri üçün daha çox faydalar olacaq. Və təzə ayda da 23-ü, 25-ində təzə ayda da Yupiter həyatımızdadır deyə ayın 10-undan gəlib söylədiyim kimi. Təzə ayda da siz ayın 23-dən 26-sına qədər özünüz üçün istəklər istəyə bilərsiniz, bir kağıza yaza bilərsiniz. Filan şey istəyirəm, məsələn, filan bir arzum var, filan bir arzu istəyirəm, olsun. Vaxtını zamanlama yazın, olsun deyə oturub illər boyu gözləməyəsiniz. Bəzi adamlar var yazır, məsələn üçün, maşınım olsun istəyirəm və deyir, niyə mənim maşınım olmadı? Orada vaxt zaman yazmamışsınız. O, indi siz yazdığınız vaxtı, mələklər nə vaxt amin deyib, ha vaxtı amin deyib, onu biz bilə bilmərik. Yəni, baxımdan vaxt yazmalısınız həmişə. Böyük pul, daxod, böyük qazanclar olacaq. Yupiter qazanc getirir. Ən çox da xərçənglərə düşəcək deyirəm, əqrəblərə və balıqlar üçün olacaq. Finans, pul, ola bilər onlar üçün 2 qat artı olsun. Məsələn üçün, bir xərçəngin evi varsa bir dənə də ev olsun. Və yaxud balığın bir evi varsa yeni bir evi də peyda ola bilər. Kimsə hədiyyə edə bilər, kimsə ala bilər, maşın hədiyyə edə bilər. Hətta dəyişmək istəyir, o qalır, köhnə qalır, yenisini də alırlar. Ümumiyyətcə Yupiter böyük dəyişikliklər bizə gətirəcək. Finans baxımından, artım baxımından, artım hər bir bürcdə olacaq. Tək o demək deyil ki, hamı uşaq dünyaya gətirəcək, hamı ərə gedəcək, yox. Kimi də uşaq mənasında, kimi də yeni biznes aça bilərlər, tamam başqa bir biznes. Və Yupiterin ayrı-ayrılıqda hər bir bürc üçün nə proqnozlar verdiyini sizə bir qədər sonra oxuyacağım. Hər bir bürc üçün ayrıca, yəni Yupiterin bizim həyatımıza nə kimi rol oynayacaq, onları söyləyəcəm sizlərə.